Salam əziz, müsahibəyə hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə müsahibəyə düşən suallar və onların cavablarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videolarımızı bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Keçək suallara. Müsahibədə belə bir sual ünvanlayıblar ki, müəllim kimə sevimli şagirdim deyər. Müəllim üçün bütün şagirdlər bərabər hüquqlu olmalıdır deyə orada vurğulamalısınız. Əslində pedaqoji baxımdan müəllim hamıya bərabər yanaşmalı və açıq şəkildə sevimli sözünü işlətməməlidir. Çünki bu digər şagirdlərdə ədalətsizlik və qısqanclıq hissi yarada bilər. Amma müəllim ürəyində və davranışında bəzən belə şagirdlərə xüsusi rəğbət hiss edə bilər. Oxumağa maraqlı olan şagirdlərə, əxlaqı daha belə deyim də, daha əxlaqlı, ədəbli şagirdlərə, əməkdaşlığa açıq şagirdlərə, yaradıcı və təşəbbüskar şagirdlərə, əməksevər şagirdlərə daha çox simpatiya yaradar. Oxumağa maraqlı olan şagird deyəndə hansı şagirdi başa düşürük? Daim öyrənməyə can atan, sorğu verən, sualda iştirak edən, fəal iştirakçı olan şagirdləri bura əlavə eləyə bilərik. Əxlaqlı və ədəbli şagird müəllimə həm də yoldaşlarına hörmətlə yanaşan şagirddir. Əməkdaşlığa açıq şagird, yəni qrup işində fəal olan, başqalarına kömək edən, yaradıcı və təşəbbüskar şagird, dərsdə fərqli ideyalar irəli sürən, düşündürücü suallar verən, əməksevər şagird də zəif olsa da çalışqanlığı və əzmi ilə müəllimin rəğbətini qazanan şagirddir. Və əsasən müəllim heç bir halda açıq şəkildə bir şagirdi digərlərinin qarşısında ən sevimli deyə çağırmamalıdır, elan etməməlidir. Əslində müəllimin sevimli şagirdi çalışqan, ədəbli və öyrənməyə motivasiyalı olan hər bir uşaqdır, hər bir şagirddir. Müəllim üçün sevimli şagird çalışqan, əxlaqlı, öyrənməyə maraqlı, əməkdaşlığa açıq və müəllimin zəhmətini qiymətləndirən şagirddir. Amma müəllim pedaqoji etika baxımından bütün şagirdlərə bərabər yanaşmalı, favoritlik göstərməməlidir. Sonra sual verə bilərlər. Qatarın ilk vaqonu nə adlanır? Qatarın ilk vaqonu lokomotiv adlanır. Lokomotiv qatarı hərəkətə gətirən əsas hissədir. Burada maşinist oturur və bütün idarə etmə prosesi burada aparılır. Yəni qatarın ilk vaqonu sərnişin və ya yük üçün deyil. Hərəkəti güc verən və idarə olunan hissədir. Bunun müsahibədən necə, yəni nəyə əsasən ünvanlayıblar, mənə maraqdır. Yəqin ki, müəllim baxımdan ki, müəllim də lokomotiv olmalıdır, şagirdləri, belə deyim də, özünün arxasınca çəkib aparmalıdır. O baxımdan yəqin yanaşıblar. Yəni, ilk dəfədir ki, müsahibədə mən belə sualla qarşılaşdım. Sonra, şagird dərsi davamlı oxumasa nə edərsən? Əgər şagird dərsi davamlı oxumursa, müəllim kimi yanaşmanız həm pedaqoji, həm də psixoloji baxımdan balanslı olmalıdır. Bu halda bir neçə addım atmaq lazımdır. Hansı addımlar? 1. Səbəbi anlamaq. Şagirdin niyə oxumadığını araşdırmaq lazımdır. Maraqsızlıq, çətinlik, ailəvi və ya psixoloji səbəblər ola bilər. Bəzən şagirdin öyrənmə tərzi fərqli olur və ona uyğun metod tətbiq etmək lazımdır. İkincisi, motivasiya yaratmaq. Ona kiçik uğurlar qazandırmaqla özünə inam artırmaq lazımdır. Oxumağın gələcək həyatı üçün əhəmiyyətini sadə, praktik misallarla göstərmək lazımdır. Onu maraqlandıran sahələrə uyğun mövzularla dərsə cəlb eləmək lazımdır. Üçüncüsü isə fərdiləşdirilmiş dəstək. Dərsi izah edərkən daha sadə dillə vizual və oyun üsullarından istifadə etmək lazımdır. Kiçik tapşırıqlar verməklə mərhələli şəkildə oxuma vərdişi yaratmaq lazımdır. Qrup işi zamanı onu daha aktiv və məsuliyyətli rola cəlb eləmək lazımdır. Dördüncüsü isə valideyn əməkdaşlıq. Valideynlə ünsiyyət quraraq evdə dəstəyi təmin etmək və şagirdin dərsə hazırlığını izləməkdə ailənin köməyini almaq mütləqdir. Beşincisi isə davranış və nəticə əlaqəsi. Davamlı oxumadıqda yalnız cəza vermək yox, daha çox düzgün davranış üçün müsbət tətbiq etmək lazımdır. Yəni, müsbət istiqamətə yönətmək lazımdır. Oxuyanda mükafatlandırmaq, oxumayanda isə məsuliyyətini xatırlatmaq lazımdır. Mükafatlandırmaq, yəni alqış, qiymətləndirmək, kiçik hədiyyə və s. Yəni, şagird davamlı oxumursa, səbəbi öyrənib, fərdi yanaşma göstərmək, motivasiya və valideyn dəstəyi ilə onu dərsə cəlb etmək mütləq şəkildə lazımdır. Sonra, özünü qiymətləndirmə nədir? Özünü qiymətləndirmə, şagirdin öz biliyini, bacarıqlarını və fəaliyyətini obyektiv şəkildə dəyərləndirmə prosesidir. Yəni, şagird müəllimin və ya başqasının qiymətini yox, özü öz işinə baxaraq hansı güclü və zəif tərəfləri olduğunu müəyyən edir. Əsas xüsusiyyətləri nədir özünü qiymətləndirmənin? Şəxsi məsuliyyəti artırır, yəni şagird öz öyrənmə prosesinə cavabdeh olur. Refleksiya bacarığını inkişaf etdirir, yəni nəyi düzgün etdim, nəyi yaxşılaşdıra bilərəm sualını öyrədir
şagirdə. Motivasiyanı artırır, yəni şagird öz nailiyyətini görüb daha yaxşı nəticə əldə etməyə çalışır. Davamlı öyrənməni dəstəkləyir, yalnız qiymət almağa yox, öyrənməyə yönəldir. Təhsil prosesində tətbiqi necədir bəs? Şagird dərs sonunda özünü qiymətləndirmə vərəqi doldurur, nə öyrəndim, nə çətin oldu, növbəti dəfə nəyi fərqli edəcəyim kimi suallara cavab verir. Rubrik və meyarlarla müqayisə edib öz nəticəsini dəyərləndirir. Qısaca, belə deyə bilərik ki, özünü qiymətləndirmə şagirdin öz fəaliyyətinə tənqidi baxışı və inkişaf istiqamətini görməsi üçün bir vasitədir. Sonra, formativ qiymətləndirmə nədir? Formativ qiymətləndirmə tədris prosesində şagirdlərin öyrənmə səviyyəsini izləmək, çatışmazlıqları vaxtında görmək və onların inkişafını dəstəkləmək üçün aparılan qiymətləndirmədir. Bu, yekun nəticəni yox, öyrənmə prosesini, yəni mütəmadi olaraq hal-hazırki vəziyyəti dəyərləndirir. Əsas xüsusiyyətləri odur ki, daimilik dərs zamanı və ya dərsdən sonra mütəmadi aparılır, dəstək xarakterlidir, şagirdi cəzalandırmaq yox, öyrənməsini yaxşılaşdırmaq üçün istifadə olunur, meyar əsaslıdır. Əvvəlcədən müəyyən olmuş təlim nəticələri və meyarlarla müqayisə edilir. Rəy verməyə əsaslanır. Müəllim şagirdə konstruktiv rəy verir ki, nəyə yaxşılaşdırmalı olduğunu bilsin. İstifadə olunan üsullar hansılardır? Şifahi və ya yazılı rəy vermə, suallar, cavablar, müzakirə, test və ya kiçik tapşırıqlar, özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmə, çıxış biletləri, bəl xeyir kartları, siqnal kartları və s. Məqsədi nədir? Şagirdin hansı mövzunu mənimsədiyini, hansı hissədə çətinlik çəkdiyini üzə çıxartmaq. Müəllimə dərsi daha səmərəli planlamaqda kömək etmək, şagirdə öz öyrənmə prosesinə tənqidi yanaşma vərdişi qazandırmaq. Yəni ki, bir sözlə formativ qiymətləndirmə öyrənməni dəstəkləyən prosesə yönəlmiş rəy əsasında aparılan qiymətləndirmədir. Burada necə asan dildə qeyd eləmişəmsə, hamınız da bu şəkildə öyrənin. Özüm bunları dönə-dönə vurğuluyuram ki, həm şəkil üzərinə, həm də olduğu kimi sizə çatdıram ki, beyninizə olduğu kimi həkk olsun və müsahibədə də bu şəkildə cavablandırasınız. Sonra, sual verə bilərlər. Böyük qayıdış haqqında danışın. Böyük qayıdış Azərbaycan Respublikasının işğaldan azad olmuş ərazilərinə, yəni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçkün düşmüş əhalinin mərhələli şəkildə geri qayıdışını təmin edən dövlət proqramı və strateji plandır. Bu, həm də Azərbaycanın milli prioritetlərindən biridir. Əsas məqsədi nədir? Qaçqın və məcburi köçkünlərin öz doğma yurtlarına təhlükəsiz və könüllü şəkildə qayıdışını təmin etmək, azad olunmuş torpaqlarda dayanıqlı məskunlaşma və müasir infrastruktur qurmaq, regionun iqtisadi, sosial, ekoloji inkişafını bərpa etmək, Qarabağı və Şərqi Zəngəzuru ölkənin strateji inkişaf mərkəzinə çevirmək. Əsas istiqamətlər nələrdir? İnfrastrukturun bərpası, yol, elektrik, qaz, su, rabitə, internet şəbəkələrinin qurulması, ağıllı kənd və ağıllı şəhər layihələrinin tətbiqi. İkincisi, yaşayış məntəqələrinin tikintisi, yəni yeni evlərin, məktəblərin, xəstəxanaların, sosial obyektlərin inşası, tarixi abidələrin bərpası. Üçüncüsü, iqtisadi canlanma, kənd təsərrüfatının, sənayenin, turizmin inkişafı, iş yerlərinin yaradılması və sahibkarlığa dəstək. Dördüncüsü isə sosial və mədəni dirçəliş, təhsil və səhiyyə sisteminin qurulması, mədəniyyətin, milli irsin qorunması, multikultural mühitin və icmalar arası harmoniyanın yaradılması. Böyük qayıdışın dövlət sənədləri haqqında da bir danışaq. 16 noyabr 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramı 22-26-cı il təsdiq olunub. Proqram 26-cı ilə qədər əsas infrastrukturun qurulması və mərhələli köçü nəzərdə tutur. Əhəmiyyəti nədir? Humanitar baxımdan 100 minlərlə insanın doğma yurduna dönüşü təmin olunur. İqtisadi baxımdan region ölkə iqtisadiyyatının yeni mərkəzinə çevrilir. Geosiyasi baxımdan Azərbaycanın ərazi bütövlüyünün möhkəmlənməsi və regional sabitlik təmin edilir. Mənəvi baxımdan isə xalqın torpağa bağlılığı, milli kimlik və qürur bərpa olunur. Yəni, böyük qayıdış, azad olmuş torpaqların bərpası və məcburi köçkünlərin yurtlarına dönməsi ilə Azərbaycanın gələcəyinə yönəlmiş tarixi bir layihədir. Sonra, niyə müəllim olmaq istəyirsən? Şəxsi motivasiya olaraq vurğulamalıyıq ki, müəllim olmaq istəyirəm, çünki uşaqlarla işləməyim, onların inkişafını görməyi və yeni bilikləri bölüşməyi sevirəm. Onların həyatında iz qoymaq, gələcəyinə töhfə vermək mənim üçün böyük motivasiyadır.
Cəmiyyətdə töhfə baxımından müəllimlik ən şərəfli peşələrdən biridir. Cəmiyyətin inkişafı savadlı və tərbiyəli gənclərdən asılıdır. Mən də müəllim kimi biliklərimi bölüşərək ölkəmizin gələcəyinə xidmət etmək istəyirəm. Şəxsi inkişaf baxımından belə vurğulaya bilərik ki, müəllimlik yalnız öyrətmək deyil, həm də daim öyrənməkdir. Bu peşə mənə özümü inkişaf etdirmək, yeni bacarıqlar qazanmaq və dəyişən dövrün tələblərinə uyğunlaşmağa imkan verir. Dördüncüsü isə qeyri-rəsmi və ürəkdən yanaşaraq deyə bilərik ki, çünki uşaqların gözündə işığı görmək, onların uğurlarında öz payımı bilmək qədər gözəl hiss yoxdur. Müəllimlik mənim üçün sadəcə iş deyil, həm də həyat tərzidir. Yəni, müəllim olmaq istəyirsinizsə, cavabımızda seçimimizin səbəbini, peşəyə olan sevgimizi və gələcək planlarımızı göstərmək ən yaxşı yanaşma hesab olunur. Belə də cavab verə bilərik ki, niyə müəllim olmaq istəyirsən dedikdə, belə cavab verə bilərik ki, müəllimlik mənim üçün sadəcə peşə deyil, həm də uşaqlıq arzum olub. Mən hər zaman insanlarla işləməyi, onlara yeni biliklər öyrətməyi və onların inkişafına töhfə verməyə çox istəmişəm. Müəllim olmaq istəyimin ən böyük səbəbi cəmiyyətə faydalı olmaq və gələcəyin savadlı, məsuliyyətli və yaradıcı gənclərini yetişdirməkdir. Mən inanıram ki, hər bir müəllimin dediyi bir söz, verdiyi bir tövsiyə şagirdin həyatını dəyişə bilər. Bundan əlavə, müəllimlik peşəsi daim öyrənmək və öz üzərində işləməyi tələb edir. Bu da mənim şəxsi inkişafım üçün böyük bir stimul yaradır. Həmçinin müəllim olmaqla həm öz dəyərlərimi, həm də milli mənəvi sərvətlərimizi gənclərə ötürmək imkanım olacaq. Qısaca desəm, müəllim olmaq istəyirəm, çünki şagirdlərin həyatında müsbət dəyişiklik yaratmaq, onların uğurlarında pay sahibi olmaq, ölkəmizin gələcəyinə töhfə vermək mənim üçün ən böyük şərəfdir. Sonra sual verə bilərlər, şagird çox təcəlli edir. Həmin uşağa avtoritar rejim edərsiniz. Ümumiyyətlə, bu sualda məqsəd bizim tərbiyə və nizam intizamımızı necə qurduğumuzu yoxlamaqdır. Yəni, şagird təcəl olduqda avtoritar rejim tətbiq etməzdim. Sakitliklə səbəbini araşdırar, diqqətini dərsə yönəldəcək motivasiya və məsuliyyət verici tapşırıqlarla yanaşardım. Mən şagird çox dəcəl davransa belə avtoritar rejim tətbiq etməzdim demək lazımdır. Çünki sərt cəza və qadağalar uşağın davranışını düzəltmək əvəzinə onda qorxu və aqressiya yarada bilər. Mən daha çox demokratik və fərdi yanaşma seçərdim. Əvvəlcə şagirdin dəcəlliyinin səbəbini öyrənərəm, diqqət çəkmək istəyir, çətinlik çəkir, yoxsa sadəcə enerjilidir. Sonra ona məsuliyyət hissi verəcək tapşırıq verərdim. Məsələn, qrup rəhbəri seçmək, sinifdə köməkçi rol vermək və s. Beləliklə, şagird özünü vacib hiss edər və davranışını tədricən düzəldər. Sonra sual verə bilərlər ki, müsahibə götürən şəxs belə sual ünvanlayar. Təsəvvür edin ki, şagird dərsi pozur. Həmin şagird də mənəm. Müəllimlə nə haqqında danışarsınız? Bu sual müəllim müsahibələrində ən həlledici situasiya suallarından biri hesab olunur. Burada müəllimdən aqressiyasız, peşəkar və pedaqoji psixoloji yanaşma gözlənilir. Belə cavab vermək lazımdır ki, əgər şagird dərsi pozursa və həmin şagird sizsinizsə, mən sizinlə sakit və hörmətlə danışardım, əvvəlcə səbəbi öyrənməyə çalışardım, sonra məsuliyyətinizi xatırladardım və dərsi daha maraqlı etmək üçün əməkdaşlıq təklif edərdim. Mənim məqsədim şagirdi cəzalandırmaq yox, düzgün istiqamətə yönətməkdir deyə cavab verə bilərsiniz. Və yaxud da başqa cürə də cavablar verə bilərsiniz. Sakit və hörmətli münasibət quraram. Yəni, əvvəlcə sizi dinləyər, niyə belə davrandığınızı anlamağa çalışardım. Mənim üçün şagirdi başa düşmək cəzalandırmaqdan daha önəmlidir. Səbəbi öyrənmək, mən sizdən soruşardım. Dərs sizə maraqsız gəlir, çətinlik yaradır, yoxsa başqa səbəb var? Çünki səbəb bilmədən problemi həll etmək olmaz. Üçüncüsü, məsuliyyət hissi yaratmaq. Dərs zamanı davranışınız yalnız sizə yox, sinif yoldaşlarınıza da təsir edir. Ona görə gəlin birlikdə elə həll yolu tapaq ki, həm siz dərsdə aktiv olasınız, həm də başqalarının öyrənməsinə mane yaranmasın. Dördüncüsü isə əməkdaşlıq təklifi. Mən sizinlə danışarkən cəza haqqında yox, əməkdaşlıq haqqında düşünərdim. Sizi dərsdə aktiv etmək üçün sual verə, əlavə rol verə bilərəm. Beləliklə, siz də diqqəti dərsə yönəldə bilərsiniz deyə cavablandırmaq lazımdır. Sonra, Xəzər dənizi ətrafı olan ölkələr hansılardır? 5 ölkədir: Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran. Yəni, Azərbaycan bu ölkələrlə həmsərhəddir Xəzər dənizi vasitəsilə. Yox, belə deyim də, Xəzər dənizinin ətrafında Azərbaycan da düzdür, sərhəddir. Məsələn, Türkmənistandan quru su sərhəddidir, amma İrandan məsələn quru sərhəddidir. Azərbaycanın ən gürsulu çayı hansıdır? Kür çayıdır əlbəttə ki. Qafqazın ən iri çayı hesab olunur. Uzunluğu 1515 km. Su toplayıcı hövzəsi 188 min kvadrat kilometrdən də çoxdur və Azərbaycanın əsas su ehtiyatlarını təmin edir və
Araz çayı ilə birlikdə ölkənin ən mühüm çay sistemini təşkil edir. Sonra təhsilin əsas müstəqil düşünən ağıldır. Təhsilin əsası, üzr istəyirəm, sualı səhv oxudum. Təhsilin əsası müstəqil düşünən ağıldır. Dedikdə nə başa düşürsünüz? Təhsilin əsası müstəqil düşünən ağıl dedikdə, təhsilin məqsədinin sadəcə məlumat ötürmək yox, şagirdin sərbəst yaradıcı və tənqidi düşünmə bacarığını formalaşdırmaq olduğu nəzərdə tutulur. Əsas məqamlar nələrdir? Hazır biliyi təkrar etmək yox, yeni bilik yaratmaq, şagirdin öyrəndiyini müstəqil təhlil edib tətbiq etməsi, tənqidi düşüncə, verilən məlumatı olduğu kimi qəbul etməyib səbəb nəticəni araşdırmaq, yaradıcı yanaşma, yəni problemlərə fərqli həll yolları tapmaq və məsuliyyətli öyrənən şəxsiyyət öz fikrini əsaslandıra bilən, qərar qəbul edən insan yetişdirmək olmalıdır. Burada əsas məqamlar bunlardır. Və təhsilin əsası müstəqil düşünən, hər hansı vəziyyətdə düzgün qərar verə bilən, həyat boyu öyrənməyi bacaran insan yetişdirməkdir deyə vurğulaya bilərsiniz. Müstəqil öyrənmə nə üçün lazımdır? Müstəqil öyrənmə şagirdin öz biliyini, öz qazanmasını və inkişaf etdirməsinə xidmət edir. Əhəmiyyəti nədir? Məsuliyyət yaradır, şagird öyrənməsinə cavabdeh olur, yəni öz öyrənməsinə. Tənqidi düşüncəni inkişaf etdirir, məlumatı özü axtarır, təhlil eləyir, özünə inamı artırır, mən bacarıram hissini formalaşdırır. Davamlı öyrənməyə hazırlayır, məktəbdən sonra da bilik qazanmağı vərdiş halına gətirir. Yaradıcılığı gücləndirir, şagird öz üsulu ilə öyrənməyə çalışır. Müstəqil öyrənmə şagirdi məsuliyyətli, yaradıcı və həyat boyu öyrənən bir şəxsiyyətə çevirir. Sonra bir kompasda mavi, qırmızı rənglər hansı istiqaməti bildirir? Kompasda rənglər istiqaməti göstərmək üçün istifadə olunur. Mavi ox və ya iynə ucu həmişə şimalı göstərir. Qırmızı ox və ya iynə ucu adətən cənubu göstərir. Niyə belədir? Çünki kompas iynəsi maqnetin təsiri ilə işləyir. Yer kürəsinin maqnet sahəsi nəticəsində iynənin mavi, yəni maqnetin şimal qütbü, mavi ucu yer şimalına yönəlir. İynənin qırmızı ucu isə cənuba baxır. Yəni kompasda mavi rəng şimalı, qırmızı rəng cənubu göstərir. Sonra kompasda şimal, cənub, şərq, qərb nələrlə işarələnir? Kompasda əsas istiqamətlər xüsusi hərflərləndir. Şimal, north, yəni N, cənub, south, yəni S, şərq, east, yəni E, qərbdə west, yəni W ilə işarələnir. Əlavə istiqamətlər şimal, şərq, cənubi, qərb, şimal, qərbdə başlıq hərflərlə qeyd etmişik. Yəni kompasda şimal N, cənub S, şərq Y, yəni ingilisdə I, qərbdə isə W hərfi ilə işarələnir. Azərbaycanın hansı bölgəsi xalçaçılıq sahəsində məşhurdur? Əlbəttə ki, Qarabağ, Quba, Şirvan, Gəncə, Qazax, Təbriz, Bakı və Naxçıvan. Ən çox tanınanlar Qarabağ və Təbriz xalçalarıdır. Sonra valideyn aqressivdirsə onunla necə davranarsan? Belə hallarda müəllimin əsas vəzifəsi emosiyalara qapılmadan peşəkar və balanslı davranmaqdır. Birincisi, sakitliyi qorumaq. Valideyn aqressiv davransa da müəllim səsini qaldırmamalıdır. Sakit və nəzakətli danışıq aqressiyanın azalmasına kömək edir. İkincisi, dinləmə və empatiya. Valideyni diqqətlə dinləmək və sözünü kəsməmək lazımdır. Sizi başa düşürəm, övladınız üçün narahat olmağınız təbiidir kimi ifadələrlə empatiya göstərməliyik. Üçüncüsü, faktlara əsaslanmaq. Emosiyalara yox, konkret faktlara və müşahidələrə istinad etməliyik. Qiymətləndirmək və ya davranış barədə rəsmi sənədlərlə sübut göstərməliyik. Dördüncüsü, münaqişəni uzatmamaq lazımdır. Əgər valideyn çox emosionaldırsa, söhbəti sakit vaxtda davam etdirməyə təklif etməliyik. Hazırda emosiyalar yüksəkdir, gəlin bunu sabah daha rahat müzakirə edək demək mümkündür. Beşincisi, əməkdaşlıq təklif etmək. Valideynə qarşı müəllim valideyn deyil, tərəfdaş mövqeyi tutmaq lazımdır. Məqsədimiz eynidir, uşağın uğurudur məqsədimiz. Gəlin birlikdə ən yaxşı yolu tapaq, mesajı verməliyik. Zərurət olduqda rəhbərliyi cəlb eləmək lazımdır. Əgər aqressiya idarə olunmaz hala gəlirsə, məktəb rəhbərliyi və psixoloqu müzakirəyə qoşmaq olar. Yəni valideyn aqressiv davranarsa, İlk növbədə sakit qalaraq onu dinləməliyik. Aqressiyaya eyni cavabla yox, empatiya və faktlara yanaşmalıyıq. Söhbətə əməkdaşlıq mühitində aparmağa çalışmalıyıq. Əgər emosiyalar çox yüksək olarsa, mövzunu daha sakit vaxtda davam etdirməyə təklif etmək lazımdır. Məqsədimiz valideynlə qarşı durma yox, uşağın inkişafı üçün əməkdaşlıq qurmaqdır. Sonra mobbing və ya bullying nədir? Bu iki anlayış çox vaxt qarşıdılır, amma mahiyyətcə fərqli sosial problemlərdir. Bullying məktəbdə və ya sosial mühitdə bir və ya bir neçə nəfərin digərlərinə qarşı davamlı olaraq təzyiq, zorakılıq, alçatma və təhqir etməsidir. Hansı formaları var? Fiziki, yəni vurmaq, tələmək, əşyalar almaq,
şifahi, yəni lağ etmək, təhqir etmək, ləqəb qoymaq, sosial, qrupdan kənarlaşdırmaq, qeybət yaymaq, kiberbullying, internetdə təhqir və ya təzyiq. Xüsusiyyəti nədir? Əksər hallarda uşaqlar və yeniyetmələr arasında müşahidə olunur. Bəs mobbinq nədir? Mobbinq iş yerində bir və ya bir neçə şəxsin əməkdaşa qarşı davamlı psixoloji təzyiq və təqib formasıdır. Hansı formalar var? İşçini qrupdan təcrid etmək, haqsız tənqid və sözlü təhqir, ifrat nəzarət, vəzifə imkanlarını məhdudlaşdırmaq, şayə və ya böhtan yaymaq. Xüsusiyyəti nədir? Daha çox böyüklər arasında iş mühitində baş verir. Məqsəd zərər çəkmiş işdən uzaqlaşdırmaq və ya psixoloji təzyiq altına saxlamaqdır. Əsas fərqləri nədir? Bullying əsasən uşaqlar və yeniyetmələr arasında təhsil mühitində olur. Mobbing isə böyüklər arasında daha çox iş mühitində olur. Yəni bullying məktəb zorakılığı, mobbing iş yerində psixoloji təzyiqdir. Sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar niyə risk qrupuna daxildir? Çünki onların öyrənmə temp və üsulları fərqlidir. Təlim prosesində əlavə resurs və fərdiləşdirilmiş yanaşma tələb olunur. Əlavə dəstək göstərilməsə, həm bilik, həm də sosial inteqrasiya baxımından geri qala bilərlər. Psixoloji əsaslıqları daha yüksək olduğuna görə məktəb mühitində adaptasiyada çətinlik çəkə bilərlər. Yəni xüsusi qayğıya ehtiyacı olan uşaqlar risk qrupuna daxildir. Çünki onlar tədris prosesində daha çox diqqət, fərdiləşdirilmiş dəstək və inklüziv yanaşmaya ehtiyac duyurlar. Sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar risk qrupuna daxildirmi? Təhsil, elmi və pedaqoji sənədlərdə risk qrupu anlayışı adətən dərsdə uğur əldə etməkdə çətinlik çəkən, sosial, psixoloji və ya tibbi səbəblərdən əlavə dəstəyə ehtiyacı olan şagirdlər üçün işlədilir deyə vurğulaya bilərik. Risk qrupuna daxil olan uşaqlar xüsusi qayğıya ehtiyacı olan şagirdlər, yəni fiziki, əqli, nitq və ya digər İnkişaf məhdudiyyəti olanlardır, sosial vəziyyəti ağır olan, az təminatlı ailələrdən gələn şagirdlərdir, valideyn himayəsindən məhrum olan uşaqlardır, zorakılığa məruz qalan və ya riskli mühitdə böyüyən uşaqlardır. Həmçinin də davranış və öyrənmə çətinliyi olan şagirdlərdir. Sonra valideyn sinfə gəlib sizin ayrı seçkilik etdiyinizi deyir. Bu məqamda nə edərsiniz? Belə halda cavab həm pedaqoji etikaya, həm də psixoloji ünsiyyət bacarığına söykənməlidir. Burada əsas məqsəd gərginliyi artırmadan valideyn əməkdaşlıq mühiti yaratmaqdır. Mən bu cür halda emosiyalara qapılmadan valideyni diqqətlə dinləyirəm. Sonra faktlara əsaslanaraq qiymətləndirmə meyar üzərindən getdiyini izah edərəm. Şagirdlərim arasında seçkilik etmirəm və valideyn əməkdaşlıq edərək yaranmış narazılığı konstruktiv şəkildə həll etməyə çalışaram. Sakit və peşəkar davranmaq lazımdır. Valideynin sözlərini emosiyasız dinləyərdim. Onun narahatlığını qəbul edib dərhal müdafiəyə keçməzdim. Çünki hər bir valideyn öz övladı üçün həssasdır və ilk növbədə dinlənilmək istəyir. İkincisi, faktlar izah etmək. Sinifdə qiymətləndirmə və münasibət meyar əsaslıdır. Sinifdə qiymətləndirmə və münasibət meyar əsaslıdır. Mən bütün şagirdlərə eyni qaydada yanaşıram. Fərdi xüsusiyyətlərinə uyğun metod seçirəm. Əgər sizdə konkret nümunə varsa, birlikdə baxaq deyə arqumentsiz ithamı faktlarla yumşaldardım. Şəffaflıq yaratmaq. Valideyni sinifdə aparılan qiymətləndirmə meyarlarını, şagirdlərin fəaliyyətini izah edərdim. Hətta ehtiyac olarsa, dərslərdə istifadə olunan rubrikaları və ya şagirdin inkişaf dinamikasını göstərə bilərdim. Dördüncüsü, empatiya göstərmək. Valideyn kimi övladınızın bərabər münasibət görməsini istəməyinizi çox yaxşı başa düşürəm. Mənim də məqsədim budur. Əgər hansısa məqamda narazılığınız yaranıbsa, birlikdə araşdıraq və ən düzgün həll yolunu tapaq deyə vurğulaya bilərsiniz. Yəni, bütün uşaqlara bərabər münasibət bəsləyirəm və sən də, yəni sənin övladını da onlardan seçmirəm deyə müəllim vurğulamış olur. Əməkdaşlıq təklifi valideynlə açıq diyaloq yaradıb, gələcəkdə uşağın inkişafı üçün daha sıx əməkdaşlıq etməyə təklif edərdim. Sonra məzmun xətləri nə deməkdir? Məzmun xətləri fənnin əsas sütunlarıdır. Onlar olmadan təlim nəticələri sistemsiz olar. Bu xətlər şagirdlərin biliklərini mərhələli, ardıcıl və məntiqli şəkildə qazanmasına imkan yaradır. Hər fənin özünün məzmun xətti var və dəyişməzdir. Məzmun xətləri kurikulumda müəyyən fənn üzrə təlim nəticələrinin təşkil olunduğu əsas istiqamətlərdir. Başqa sözlə desək, onlar şagirdlərin hansı bilik, bacarıq və dəyərləri mərhələli şəkildə mənimsəyəcəyini göstərən məntiqi və sistemli inkişaf xəttidir. Əsas xüsusiyyətləri nədir? Fənnin məzmununu strukturlaşdırır.
Yəni mövzular qarışıq deyil, məntiqi ardıcıllıqla təqdim olunur. Şaqli inteqrasiyanı təmin edir. Aşağı sinifdən yuxarı sinifə qədər bilik və bacarıqlar pilləli şəkildə inkişaf etdirilir. Təlim nəticələrinə xidmət edir. Hər məzmun xətti üzrə konkret standartlar müəyyən olunur və kompetensiya əsaslıdır. Yalnız bilik deyil, bacarıq və münasibətlərin də formalaşmasına yönəlir. Sonra əsrin müqaviləsinin Azərbaycan üçün nə əhəmiyyəti olub? Əsrin müqaviləsi 20 sentyabr 94-cü ildə Bakıdakı Gülüstan sarayında imzalanmış neft sazişidir. Bu müqavilə ilə Azərbaycan hökuməti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq günəşli yataqlarının birgə işləməsi üçün dünyanın 8 ölkəsindən 11 böyük neft şirkəti ilə əməkdaşlıq sazişi bağladı. Əsas məqamlar nədir? Bu müqavilə 30 illik müddətinə bağlanmışdı, sonradan 2050-ci ilə qədər uzadıldı. Azərbaycan ilk dəfə müstəqil dövlət olaraq öz təbii sərvətlərini dünya bazarına çıxarmaq imkanı qazandı. Prezident Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə imzalandı. Azərbaycan üçün əhəmiyyəti nələrdir? Siyasi əhəmiyyəti. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı. Qərb ölkələrinin və böyük enerji şirkətlərinin dəstəyi sayəsində Azərbaycanın müstəqilliyi möhkəmləndi. Xəzərin statusu və enerji təhlükəsizliyi məsələsində Azərbaycan söz sahibi oldu. İqtisadi əhəmiyyəti nədir? Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində xarici sərmayə cəlb edildi. Neft gəlirlərindən dövlət neft fondu yaradıldı 99-cu ildə. İqtisadiyyatın modernləşməsi və qeyri-neft sektorunun inkişafı üçün baza formalaşdı. Bakı, Tbilisi, Ceyhan neft kəməri və digər beynəlxalq layihələrə yol açıldı. Sosial əhəmiyyəti nədir? Yeni iş yerləri yaradıldı. İxtisaslı kadrların hazırlaşmasına təkan verildi. Əldə olunan gəlirlər sosial infrastrukturun, təhsil və səhiyyənin inkişafına yönəldildi. Azərbaycan xalqının rifahı yüksəlməyə başladı. Strateji əhəmiyyəti nə idi? Azərbaycan regionda enerji təhlükəsizliyi mərkəzinə çevrildi. Əsrin müqaviləsi sonrakı qaz layihələri Şahdəniz, Tanap, TAP və s. üçün zəmin yaratdı. Azərbaycanı enerji körpüsü rolunda dünyaya tanıtdı. Yəni, əsrin müqaviləsi Azərbaycanın müstəqilliyini möhkəmləndirən, iqtisadiyyatını gücləndirən, beynəlxalq nüfuzunu artıran tarixi sənəd oldu. Bu müqavilə sayəsində Azərbaycan müasir dövrün regional və qlobal enerji siyasətində mühüm rol oynamağa başladı. Bəs Türkmənçay müqaviləsinin Azərbaycan üçün əhəmiyyəti olub. Türkmənçay müqaviləsi 1828-ci ilin fevralın 10-da Rusiya ilə Qacarlar dövləti, yəni İran arasında imzalanmışdır. Bu müqavilə Azərbaycan tarixində dönüş nöqtəsi olmuş və xalqımızın siyasi taleyinə dərin təsir göstərmişdir. Əsas maddələri nələr idi? Azərbaycanın şimal torpaqları, o cümlədən İrəvan və Naxçıvan xanlıqları Rusiya imperiyasına birləşdirildi. İran hərbi təzminat ödəməyə məcbur edildi. Rus tacirləri İranda sərbəst ticarət hüququ qazandılar. Azərbaycan torpaqları Araz çayı boyunca 2 yerə bölündü. Şimal Rusiya tərkibində, Cənubi Qacarlar tərkibində. Rusiyanın icazəsi ilə ermənilərin kütləvi şəkildə İrandan və Osmanlıdan Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi başladı. Azərbaycan üçün nəticələri və əhəmiyyəti nə oldu? Siyasi parçalanma. Azərbaycan xalqı 2 yerə bölündü. Şimali Azərbaycan Rusiya, Cənubi Azərbaycan isə İran tərkibində qaldı. Bu parçalanma milli birliyin pozulmasına səbəb oldu. Erməni məsələsinin başlanması. Rusiya erməniləri İrandan və Osmanlıdan Qarabağ, Naxçıvan və İrəvana köçürüldü. Bu, sonradan Qarabağda və digər bölgələrdə etnik qarşıdurmaların əsasını qoydu. Müstəmləkəçilik dövrünün başlanması. Bu zaman isə Şimali Azərbaycanda Rusiya müstəmləkə siyasəti tətbiq edildi. Yerli idarə etmə ləğv olunaraq imperiya qanunları tətbiq olundu. Dördüncüsü isə mədəni və ictimai təhsillər. Rusiyanın tərkibinə qatılmaqla Azərbaycan Avropa mədəniyyəti və maarifi ilə daha çox təmasda oldu. Təhsil, mətbuat və sənaye sahələrində müəyyən müsbət dəyişikliklər başladı. Beşincisi isə milli azadlıq ideyalarının formalaşması. Xalq müstəmləkəçilik zülmünü yaşadıkça milli azadlıq hərəkatı gücləndi. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində müstəqillik ideyalarının yaranmasına zəmin yaratdı. Yəni, Türkmənçay müqaviləsi Azərbaycan üçün tarixi faciə və eyni zamanda yeni bir mərhələnin başlanğıcı oldu. Torpaqlarımız parçalandı, ermənilərin köçürülməsi ilə etnik balans dəyişdi. Lakin bu proses Azərbaycanı Avropa, Rusiya təsiri ilə yeni mədəni, siyasi və maarifçi hərəkatlara yaxınlaşdırdı.
Layihə əsaslı öyrənmə dedikdə nə başa düşürsünüz? Layihə əsaslı öyrənmə şagirdlərin real həyatdan götürülmüş problem və ya mövzu üzərində uzun müddətli araşdırma və əməkdaşlıq tələb edən fəaliyyətlə məşğul olaraq bilik və bacarıqlar qazanmasıdır. Burada şagirdlər sadəcə nəzəri məlumat almır, onu praktik tapşırıqlar, layihələr və məhsullar vasitəsilə öyrənirlər. Hansı xüsusiyyətlər var? Real həyatı problemlər üzərində qurulur. Şagirdlər qrup və ya fərdi şəkildə işləyir. Araşdırma və analiz, yaradıcılıq və təqdimat bacarığı inkişaf edir. Müəllim, müşahidəçi və istiqamətləndirici rolda çıxış eləyir. Əsas işi şagird görür. Yəni müəllim sadəcə istiqamət verir. Nəticədə konkret məhsul və ya təqdimat ortaya çıxır. Plakat, video, maket, hesabat, təqdimat şəklində. Və üstünlükləri nələrdir? Şagirdlərdə tənqidi təfəkkür, yaradıcı təfəkkür, əməkdaşlıq, ünsiyyət, problem həll etmə bacarıqları inkişaf edir. Öyrənilən biliklər daha uzun müddətli yadda qalır. Çünki şagird özü praktiki fəaliyyətlə məşğul olur. Özü işi görüb, özü ona görə beyninə həkk olur. Təhsil həyatdan qopmur, əksinə real həyatla əlaqələnir. Yəni, layihə əsaslı öyrənmə şagirdlərin real həyatdan götürülmüş problem və mövzu üzərində qrup və ya fərdi şəkildə uzun müddətli araşdırma apararaq bilik və bacarıqlar qazanmasıdır. Burada şagirdlər tədqiqat aparır, əməkdaşlıq edir, yaradıcı məhsul ortaya qoyur və müəllim istiqamətləndirici rolda çıxış edir. Sonra uşaq hüquqları hansı sənəddə əks olunub? Uşaq hüquqları əsasən BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunub 1989-cu ildə. Əsas məqamlar nədir? 1989-cu ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilib. Azərbaycan Respublikası bu konvensiyaya 92-ci ildə qoşulub. Konvensiyada uşaqların yaşamaq, inkişaf etmək, təhsil almaq, sağlamlıq, istismar və zorakılıqdan qorunmaq, fikrini sərbəst bildirmək, müdafiə olunmaq kimi hüquqları göstərilib. Azərbaycanda əlavə sənədlər hansılardır bu sahə üzrə? Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanunu 1998-ci il və Azərbaycan Konstitusiyasında da uşaqların hüquqları ayrıca bəndlərlə qeyd olunub deyə vurğulaya bilərsiniz. Uşaq hüquqları beynəlxalq səviyyədə 89-cu ildə qəbul edilmiş BMT-nin Uşaq Hüquqları Konvensiyasında, Azərbaycanda isə uşaq hüquqları haqqında qanunda öz əksini tapmışdır deyə vurğulaya bilərsiniz. Tənqidi təfəkkür ilə tənqidin nə kimi fərqi var? Müəllim müsahibələrində də tez-tez qarşılaşdırılan anlayışlardan biridir bu. Tənqidi təfəkkür insanların faktlara, məlumatlara və hadisələrə obyektiv, məntiqi və analitik yanaşma bacarığıdır. Xüsusiyyətləri nədir? Məlumat araşdırır, dəyərləndirir, müqayisə edir, alternativ həll yolları axtarır, səbəb-nəticə əlaqəsini qurur, öz mövqeyini arqumentlərlə əsaslandırır. Yəni, tənqidi təfəkkür yaradıcı düşüncə ilə bağlıdır və müsbət inkişaf vasitəsidir. Tənqid isə hər hansı bir fikir, davranış və ya məhsulu qiymətləndirmək və çatışmazlıqlar göstərməkdir. Daha çox səhvi tapmaq üzərində fokuslanır. Bəzən subyektiv ola bilər. Yəni, tənqid konstruktiv də ola bilər. Yəni, yaxşılaşmağa kömək edir. Destruktiv də ola bilər, yalnız qüsuru göstərə bilər. Əsas fərq nədədir? Tənqidi təfəkkür düşünmə üsuludur, hadisələrə obyektiv baxış və təhlil prosesidir. Tənqid isə həmin təhlilin nəticəsi kimi deyilən fikir və ya rəy ola bilər. Yəni, tənqidi təfəkkür prosesdir, düşüncə üsuludur, tənqid isə nəticədir, söylənən rəydir. Yəni, tənqidi təfəkkür yaradıcı, obyektiv, inkişaf yönlü yanaşmadır. Tənqid isə daha çox nəticə xarakterlidir və bəzən subyektiv ola bilər. Sonra açıq sual nədir, qapalı sual nədir və nə kimi fərqləri var? Ümumiyyətlə, açıq sual şagirdin sərbəst düşünməsini, geniş cavab verməsini tələb edən sualdır. Cavab variantı əvvəlcədən məhdudlaşdırılmır. Yəni, variantsız suallar da olur. Şagirdin bilik, bacarıq, təfəkkür və yaradıcılığını göstərməsinə imkan yaradır. Nə üçün təbiət qorumaq vacibdir? Sənin üçün ən yaxşı müəllim necə olmalıdır? Yəni, açıq sualda hərənin öz düşüncəsi var. Qapalı sual isə cavabı qısa və konkret olan, adətən bəli, xeyir və ya müəyyən faktı tələb edən sualdır. Yəni, variantlı suallardır. Məhdud suallardır. Cavab variantı məhdud olur. Daha çox bilik yoxlamaq, dəqiqliyi tələb etmək üçün istifadə olunur. Məsələn, Azərbaycan paytaxtlarıdır. Dünən dərsə gəldimmi? Yəni, açıq sual şagirdi düşünməyə vadar edir və çoxlu cavab variantı ola bilər. Qapalı sual isə konkret fakt və ya bəli, xeyir variantlarla cavabı sizdən istəyir. Yüksək və aşağı intellektli şagirdlərlə necə dərs qurarsan? Ümumiyyətlə, bu məsələ müəllimin differensial təlim bacarığını ölçür və müsahibə suallarında da tez-tez verilən sualdır. Yüksək intellektli şagirdlərlə iş
Necə olur? Yəni çətinləşdirilmiş tapşırıqlar, onlara daha yaradıcı araşdırma və tənqidi təfəkkür tələb edən suallar verilir. Liderlik imkanları, qrup işlərində lider, təqdimatçı və ya moderator kimi iştirak etmələrinə şərait yaradılır. Dərinləşdirilmiş öyrənmə, yəni əlavə mənbələr, layihə və tədqiqat xarakterli fəaliyyətlər verilir. Motivasiyanın saxlanması, yəni həddindən artıq asan tapşırıqlardan qaçmaq lazımdır. Çünki tez darıxırlar. Aşağı intellektli, yəni tədrisdə çətinlik yaşayan şagirdlərlə işdə isə sadələşdirilmiş tapşırıqlar olur, yəni məlumat kiçik hissələrə bölünür, addım-addım izahı verilir. Vizual və praktik materiallarda, yəni şəkillər, əyani vasitələr, oyunlar və qrafiklərdən istifadə olunur. Daimi dəstək və motivasiyada, yəni kiçik uğurları belə vurğulamaqla şagirdin özünü inamı gücləndirilir. Fərdi yanaşma dedikdə onlara uyğun tempdə izah aparılır, çətin tapşırıqlar sadələşdirilərək verilir. Ümumi yanaşma prinsiplərində isə belə vurğulaya bilərik ki, diferensial təlim eyni mövzunu şagirdlərin intellektual səviyyəsinə uyğun fərqli üsullarla təqdim etmək üçündür. Yəni, diferensial təlim tətbiq olunmalıdır siniflərdəki belə vəziyyətləri müəllim düzgün şəkildə analiz edə bilsin. Kooperativ öyrənmə, yəni qrupları qarışıq formalaşdıraraq yüksək intellektli şagirdlərin zəifləri dəstəkləməsinə şərait yaratmaq lazımdır. Yəni qarışıq qruplar yaratmaq lazımdır. Müsbət psixoloji mühit, yəni heç vaxt şagirdləri ağıllı və zəif deyə etiketləməmək lazımdır. Hamıya bərabər hörmət göstərmək lazımdır. Yəni müəllim həm yüksək, həm də aşağı intellektli şagirdlərlə eyni sinifdə dərsi fərqləndirərək aparmalı, güclüləri daha çox yaradıcı işlərə yönləndirməli, zəifləri isə mərhələli şəkildə dəstəkləməlidir. Əsas məqsəd hər şagirdin potensialını maksimum inkişaf etdirməkdir. Sonra sual verə bilərlər ki, bu iki şagirdiniz arasında konflikt var. Bunu necə həll edərsiniz? Bu situasiya həm müəllimin pedaqoji, həm də psixoloji bacarığını yoxlayan əsas mövzulardandır. Yəni şagirdlər arasında konflikti həll etmə yolları hansılardır deyə sual verirlər. Birincisi sakitliyi təmin etmək. Əvvəlcə mübahisə əsnasında emosiyalar yüksəlirsə, müəllim sakit və qətiyyətli şəkildə prosesi dayandırmalıdır. Heç bir tərəfi dərhal günahlandırmadan hər kəs sakit olsun prinsipi ilə yanaşmaq lazımdır. İkincisi ayrı-ayrılıqda dinləmək. Yəni mübahisədən sonra hər iki şagirdi ayrıca dinləmək daha düzgün olur. Bu zaman hər biri öz fikrini sərbəst ifadə edə bilir və ədalətli yanaşma hissini yaşayır. Üçüncüsü ortada görüşdürmək. Hər iki şagirdin fikri öyrəniləndən sonra onları birlikdə sakit mühitdə görüşdürmək, üz-üzə hörmətlə danışmaq qaydalarını xatırladaraq danışdırmaq lazımdır. Müəllim vasitəçi, moderator rolunu oynayır. Dördüncüsü empatiya və anlaşma yaratmaq. Şagirdlərdən biri digərinin yerinə özünü qoyaraq düşünməsini istəmək. Əgər sən onun yerində olsaydın, necə hiss edərdin? Empatiyanı yaratmaq lazımdır. Beşincisi birgə həll tapmaq. Tərəflərlə birlikdə indi nə etməliyik, bu təkrar olmasın sualını müzakirə etmək lazımdır. Bu, şagirdlərin məsuliyyət hissini inkişaf etdirir. Altıncısı isə nəticəni izləmək. Konfliktin həlli ilə iş bitmir. Müəllim sonraki günlərdə həmin şagirdlərin münasibətinə nəzarət etməlidir ki, problem yenidən alovlanmasın. Yəni, əsas prinsip nədir? Müəllim heç vaxt bir tərəfi açıq şəkildə müdafiə edib digərini günahkar elan etməməlidir. Məqsəd nədir? Ədalətli, sakit və empatik mühitdə konflikti həll etmək, şagirdlərə konstruktiv dialoq nümunəsi. Sizə sual verə bilər ki, sinifinizdə valideynini itirmiş şagird var. Onunla necə məşğul olarsınız? Ümumiyyətlə, bu çox həssas bir məsələdir və müəllimin yanaşması şagirdin gələcək inkişafına, psixoloji durumuna ciddi təsir göstərə bilər. Vurğulanılır orada. Yəni, psixoloji yanaşma olduğunu orada sizə onsuz da deyil. Və bu məsələdə mütləq şəkildə empatiya və dəstək olmalıdır. Yəni, empatik yanaşma olmalıdır. Əvvəlcə həmin şagirdə xüsusi həssaslıqla yanaşmaq vacibdir deyə vurğulamalısınız. Onun yaşadığı itkini inkar etmədən, amma üzərinə də çox getmədən sakit, anlayışlı və empatik davranış göstərmək lazımdır. Dərs zamanı digərlərinin yanında açıq şəkildə fərqləndirməməyə, amma şəxsi söhbətlərdə onu dinləməyə hazır olmaq önəmlidir. İkincisi, təhsil prosesində yanaşma. Tapşırıqları icrada çətinlik çəkərsə, müəllim müvəqqəti olaraq daha yumşaq yanaşa, dəstəkçi tapşırıqlar verə bilər. Şagirdin özünü ifadə etməsinə imkan yaratmaq üçün yaradıcılıq tapşırıqları çox faydalıdır. Şeir, rəsmli ifadə, hekayə yazmaq və s. Üçüncüsü, sosial dəstək. Digər şagirdlərə dolayı yollarla empatiya öyrədilməli.
Həmin şagirdin sinifdən təcrid olunmaması üçün qruplaşmalarda iştirakına dəstək verməlidir. Lazım gəldikdə məktəb psixoloqu ilə əməkdaşlıq vacibdir. Dördüncüsü, müəllimin rolu. Qayğı və diqqət göstərmək. Məsələn, hərdən halını soruşmaq, dərsə maraq oyatmaq və s. Stabillik yaratmaq. Çünki valideyn itkisi uşaqda güvən sarsıntısı yaradır. Müəllim sinifdə sabit qaydalar, ədalətli münasibətlə həmin boşluğu müəyyən qədər doldura bilər. Yəni, belə bir şagirdlə davranışda əsas prinsip nə çox üzərinə getmək, nə də laqeyd qalmaqdır. Ona dəstək, sevgi və güvən göstərmək, amma eyni zamanda normal həyat ritmini qorumaq lazımdır. Sonra, sinfinizdə valideyni itirmiş şagirdlər varsa, ana-ata mövzusunda olan dərsi keçərkən nə etməlisiniz? Valideyni itirmiş şagirdlər olan sinifdə ana-ata mövzusu keçirilərkən müəllim necə yanaşmalıdır? Birincisi, mövzunu genişləndirmək. Mövzunu yalnız bioloji valideyn çərçivəsində təqdim etməmək lazımdır. Qayğı göstərən insan, sevgi verən insan, məni qoruyan insanlar kimi anlayışlarla mövzunu daha universal etmək olar. İkincisi, travmadan qoruma. Həmin şagirdi dərs boyu xüsusi olaraq önə çıxarmaq və ya utandırıcı suallar vermək olmaz. Sənin atan-anan nə işlə məşğuldur kimi suallardan uzaq durmaq vacibdir. Üçüncüsü, alternativ ifadə imkanları yaratmaq. Əgər esse və ya şeir yazmaq tapşırığı verilirsə, mövzunu yalnız ana-ata ilə məhdudlaşdırmamaq lazımdır. Uşağa məni sevən insan, mənim dayaq nöqtəm, mənə qayğı göstərən kimi mövzularda yazmağa seçim imkanı vermək lazımdır. Dördüncüsü, empatiya və diqqət. Dərs zamanı həmin şagirdin hisslərini nəzərə almaq, emosional çətinlik gördükdə mövzunu yumuşaq şəkildə dəyişməkdir. Digər şagirdlərin də anlayışlı olması üçün tolay yollanan empatiya tərbiyə etməkdir. Beşincisi, psixoloji mühitin qorunması. Şagirdi dərsdən ayırmamaq, amma eyni zamanda onu fərqləndirməmək lazımdır. Sinifdə ailə sevgi və dəstək üzərində qurulur mesajını vermək uşağın özünü dəyərli hiss etməsinə kömək edəcəkdir. Yəni, belə hallarda müəllim mövzunu daha geniş, inklüziv və empatik şəkildə təqdim etməlidir. Məqsəd, uşağın psixoloji zədəsini dərinləşdirmədən, əksinə onun özünü qəbul olunmuş və dəyərli hiss etməsinə şərait yaratmaqdır. Çətin tipli şagirdlərlə necə məşğul olarsınız? Çətin tipli şagird dedikdə adətən üsyankar, intizamsız, agressiv və ya dərsə maraqsız davranışlar göstərən şagirdlər nəzərdə tutulur. Bu cür uşaqlarla məşğul olmaq üçün müəllimin həm pedaqoji, həm də psixoloji bacarıqları işə düşür. Çətin tipli şagirdlərlə işləmə yolları. 1. Səbəbi anlamaq. Çətin davranışların çoxu problemin əlamətidir, səbəbi deyil. Bəzən ailə mühiti, diqqət çatışmazlığı, özgüvən problemi və psixoloji sarsıntılar şagirdin davranışına təsir edir. Müəllim ilk olaraq şagirdin bu davranışının arxasında duran səbəbi öyrənməyə çalışmalıdır. 2. Empatiya və fərdi yanaşma. Çətin şagirdləri laqeyd buraxmaq olmaz, amma sərt cəzada düzgün deyil. Onları dinləmək, öz fikirlərini ifadə etməsinə imkan yaratmaq, müəllimin şəxsən onunla maraqlanması çox təsirlidir. 3. Qaydalar və sabitlik. Sinifdə aydın və ədalətli qaydalar qoymaq lazımdır. Müəllim qaydalara həm hamını, həm də çətin tipli şagirdi eyni şəkildə riayət etdirməlidir. Ədalət hissi belə uşaqlar üçün xüsusilə vacibdir. 4. Müsbət yanaşma. Daim qüsurları qabartmaq əvəzinə müsbət davranışlarını görmək, qiymətləndirmək lazımdır. Kiçik uğurlarını vurğulamaq onun özünə inamını artıracaqdır. 5. Dərs prosesinə cəlb etmək. Bu tip şagirdlər çox vaxt enerjili və aktiv olur. Onları dərsdə liderlik, təqdimat, praktik tapşırıqları cəlb etmək faydalıdır. Məsuliyyət hissi yaradılarsa, aqressiya tədricən azalacaqdır. 6. Valideyn və psixoloq əməkdaşlığı. Davranış davamlı və ciddi hala gəlirsə, məktəb psixoloqu ilə işləmək, valideynlərlə əməkdaşlıq etmək vacibdir. Amma valideyni günahlandırmadan birlikdə dəstək yolları tapmaq daha effektivdir. Çətin tipli şagird yoxdur, çətin vəziyyətə düşmüş şagird var deyə vurğulamaq lazımdır. Müəllim bu yanaşma ilə hərəkət edəndə şagirdin potensialını üzə çıxarmaq və düzgün istiqamətləndirmək mümkün olur. Kişi və qadın müəllim gender bərabərliyi haqqında nə deyə bilərsiniz? 1. Müəllimlikdə gender bərabərliyi.
deyəndə nə başa düşürük? Müəllim peşəsi həm kişi, həm də qadın üçün eyni dərəcədə əhəmiyyətli və dəyərlidir. Təhsil sistemində əsas məqsəd bilgi ötürmək, tərbiyə vermək və insan yetişdirməkdir. Bu isə cinsdən asılı deyil. Gender bərabərliyi o deməkdir ki, həm kişi, həm də qadın müəllimlər eyni hüquqlara, imkanlara və qiymətə malik olmalıdırlar. Onların işinə verilən dəyər də eyni olmalıdır. 2. Kişi və qadın müəllimlərin fərqləri. Əslində peşəkarlıq baxımından kişi və qadın müəllimlər arasında fərq yoxdur. Amma cəmiyyətdə bəzi müşahidə olunan yanaşmalar var. Qadın müəllimlər daha çox emosional dəstək göstərməyə, qayğıkeş və səbirli yanaşmağa meyilli olurlar. Onlar xüsusilə ibtidai siniflərdə və humanitar fənlərdə daha çox rast gəlinir. Kişi müəllimlər daha çox intizam, liderlik, qayda-qanun yaratmaq istiqamətində güclü təsir göstərə bilirlər. Orta və yuxarı siniflərdə texniki və dəqiq elmlərdə daha çox təmsil olunurlar. Bu fərqlər isə bioloji yox, daha çox sosial rol gözləntiləri ilə bağlıdır. Yəni cəmiyyət qadınlardan qayğı, kişilərdən intizam gözləyir. 3. Gender bərabərliyinin əhəmiyyəti. Təhsil prosesində həm kişi, həm də qadın müəllimlərinin olması uşaqlara balanslı rol modelləri təqdim edir. Oğlan uşaqları üçün kişi müəllimi nümunəsi, qız uşaqları üçün qadın müəllim nümunəsi önəmlidir. Amma hər iki cinsdən olan müəllimlər şagirdlərə gender stereotiplərini aşmağa kömək edir. Gender bərabərliyi həm də müəllimlərin əmək haqqı, karyera yüksəlişi, idarə etmədə təmsilçiliyi sahəsində bərabər imkanların yaradılması deməkdir. Yəni, kişi və qadın müəllimlərin fərqi onların cinsində deyil, şəxsiyyət, xarakter və pedaqoji üslubundadır. Təhsil sistemi üçün ən önəmli məsələ müəllimin peşəkarlığı, ədaləti və şagirdlərə olan sevgisidir. Sonra sual verə bilərlər, gələcəyin ixtisasları nələrdir? Gələcəyin ixtisasları əsasən rəqəmsallaşma, süni intellekt, ekoloji davamlılıq, qlobal əmək bazarının tələbləri ilə bağlıdır. Məktəb və universitetlərdə də şagirdlər bu sahələrə istiqamətlendirilir. Əsas istiqamətlər və ixtisaslar: texnologiya və IT, süni intellekt mütəxəssisi, kiber təhlükəsizliyi üzrə mütəxəssis, proqram mühəndisi və data analitik. Yəni bu texnologiya üzrədir. Sonra ikincisi biotexnologiya və səhiyyə. Gen mühəndisi, biotip mühəndisi, telemedisin mütəxəssisi. Üçüncüsü enerji və ekologiya. Alternativ enerji mühəndisi, ekologiya və iqlim dəyişikliyi üzrə mütəxəssis, şəhər planlaşdırma və ağıllı şəhər mühəndisi. Dördüncüsü təhsil və dilçilik. Rəqəmsal pedaqoq, multikultural mühitdə dil və kommunikasiya mütəxəssisi. Beşincisi iqtisadiyyat və idarə etmə, startup meneceri, elektron kommersiya mütəxəssisi, innovasiya və layihə meneceri, yəni gələcəyin ixtisasları, rəqəmsal bacarıqlar, yaradıcı düşüncə, ekoloji məsuliyyət əsasında formalaşır. Sonra sual verə bilərlər, hansı iş formasına üstünlük verirsən və niyə? Müəllim kimi üstünlük verdiyim iş forması qrup işidir. Niyə məhz qrup işi? 1. Əməkdaşlıq bacarığını inkişaf etdirir. Şagirdlər bir-biri ilə ünsiyyət qurmağı, fikirlərini bölüşməyə və dinləməyə öyrənirlər. 2. Fərdi məsuliyyəti artırır. Yəni, qrupda hər kəsin üzərinə rol düşür və o işinə cavabdeh olur. 3. Tənqidi və yaradıcı düşünməni gücləndirir. Müxtəlif fikirlərin toqquşması yeni ideyaların yaranmasına səbəb olur. 4. Motivasiya yaradır. Yəni, şagirdlər birlikdə işləyəndə daha həvəslə fəaliyyət göstərirlər. 5. Daha çox öyrənməni təmin edir. Güclü şagird zəifi dəstəkləyir, zəif şagird isə öyrənmə prosesinə daha rahat qoşulur. Bununla yanaşı mövzudan asılı olaraq fərdi iş və cütlərlə iş də effektiv ola bilər. Amma şagirdlərin həm sosial, həm də idraki inkişafı üçün qrup işi ən məhsuldar formadır. Qrupla işi hansı meyarla qiymətləndirirsiniz? Qrupla işi qiymətləndirmək üçün müəllim, əməkdaşlıq, iştirak və nəticə üzərində dayanmalıdır. Ən çox istifadə olunan meyarlar bunlardır. Əsas qiymətləndirmə meyarları: 1. İştirak və fəallıq. Hər bir üzvün tapşırığa qoşulması, aktiv fikir söyləməsi. 2. Əməkdaşlıq və ünsiyyət, qrup daxili qarşılıqlı hörmət, iş bölgüsü və komanda ruhu. 3. Məsuliyyət və intizam. Tapşırıqları vaxtında və düzgün yerinə yetirmə, verilən rola cavabdehlik. 4. Yaradıcı yanaşma, yeni ideya, fərqli həll yolu təklif etmə bacarığı. 5. Nəticənin keyfiyyəti, qrupun təqdim etdiyi işin dəqiqliyi və düzgünlüyü, mövzuya uyğunluğu burada gözlənilir. 6-cısı təqdimat bacarığı, işin aydın, məntiqli və inandırıcı şəkildə təqdim edilməsi önəmlidir. Sadə qiymətləndirmə cədvəlini burada qeyd etmişik. Meyar olaraq yüksək 3 bal, orta 2 bal, aşağıya 1 bal veririk. İştirak edənlər bütün üzvlər fəaldır və ya əksəriyyət iştirak edir və çoxu passivdir.
Əməkdaşlıqda isə birlikdə işləyirlər və ya qismən əməkdaşlıq var və ya mübahisələr üstünlük təşkil edir. Məsuliyyət hissəsində nə vurğulanılır? Tapşırıq vaxtında və tam yerinə yetirilir və ya gecikmələr var və ya tapşırıq tamamlanmır. Nəticə isə dəqiq və yaradıcı iş, qismən düzgün və ya səhvlər çoxdur deyə vurğulanır. Yəni, qrupla işin qiymətləndirilməsi həm prosesə, həm də nəticəyə əsaslanır. Sonra icmala uyğun rəy verin deyirlər. İcmala konstruktiv rəy belə verilə bilər ki, güclü tərəflər vurğulansın, mövzu aydın və məqsəd yönlü izah olunub, standart və məqsəd şagird fəaliyyətinə uyğun seçilib, interaktiv üsullar dərsi maraqlı və şagird yönümlü edir, inteqrasiya bölməsi düzgün əlaqələndirilib, fənlər arası yanaşma təmin olunub. Təkmilləşdirilməsi tövsiyə olunan cəhətlər və sansılardır. Motivasiya hissəsində daha düşündürücü sual və ya situasiya əlavə oluna bilər ki, şagirdlər dərsə daha fəal qoşulsunlar. Qiymətləndirmə bölməsi bir qədər ətraflı, fərqləndirilmiş meyarlarla verilsə daha obyektiv olar. Resurslara vizual material əlavə edilməsi şagirdlərin dərsi daha yaxşı qavramasına kömək edəcəkdir. Yəni, icmal ümumilikdə məqsəd uyğun, maraqlı və şagirdlərin fəallığını artıracaq şəkildə hazırlanır. Kiçik əlavələrlə həm daha yaradıcı, həm də qiymətlənmə baxımından daha dəqiq ola bilər deyə vurğulaya bilərsiniz. Sual verə bilərlər, Bülbülün ev muzeyi harada yerləşir? Bülbülün ev muzeyi Şuşa şəhərində məşhur xanəndənin doğulduğu evdə yerləşir. 92-ci ildən fəaliyyəti dayanmış, 2020-ci ildən sonra bərpa olunaraq yenidən açılmışdır. Dərsdə layihə işi necə qiymətləndirilir? Dərsdə layihə işi sadə meyarlarla qiymətləndirilir. Məzmun, mövzunun düzgün işlənməsi, təşkilatçılıq, tapşırığın vaxtında və qaydalar uyğun yerinə yetirilməsi, yaradıcı yanaşma, yeni ideyaların tətbiqi, təqdimat bacarığı, layihənin aydın və sərgəli təqdim olunması, əməkdaşlıq, qrup işində fəallıq və məsuliyyət bunlar ölçülür. Müəllim bu meyarları rubrik şəklində bal və ya səviyyə ilə qiymətləndirir. Yəni, çox yaxşı, qənaətbəxş deyə qeyd edilir. Sonra motivasiyanı necə qurarsınız? Dərsdə motivasiyanı qurmaq üçün müəllim şagirdin marağını oyadan üsullardan istifadə etməlidir. Sual-cavab olmalıdır, yəni maraqlı düşündürücü suallar verməlidir. Həyatla əlaqələndirməlidir, mövzunu gündəlik həyat nümunəsi ilə başlamalıdır. Oyuna və ya yarışa cəlb etmək, kiçik oyun, yarış və ya tapmaca yolu ilə motivasiya yaratmalıdır. Multimedia, şəkil, video və maraqlı fakt göstərməlidir. Tərif və ya inam, şagirdlərin bacarığına güvənmək və onlara müsbət rəy bildirməlidir. Beləliklə, motivasiya həm emosional, həm də idrak marağı yaratmalıdır. Süni intellekt nədir? İnsan zəkasını təqlid edən kompüter sistemidir. Yəni, bu maşınların düşünmə, öyrənmə, qərar vermə və problem həll etmə bacarığı sahib maşınlardır. Əsas xüsusiyyətləri məlumat toplamaq, təhlil etmək, təcrübədən öyrənmək, insan nitqini və təsvirləri tanımaq, avtomatik qərar vermək və tapşırıqları icra etmək, Siri, Alexa kimi səsli köməkçilər, avtomatik tərcümə proqramları, Google Translate, avtomobilin pilotsuz idarə olunması, şəkil və üz tanıma sistemləri, yəni süni intellekt insanın intellektual fəaliyyətini texnologiya ilə əvəz edən sahədir. Sonra dünya Azərbaycanlılarının qurultayları haqqında sual verirlər. Xaricdə yaşayan soydaşlarımızın birliyini, həmrəyliyini və Azərbaycanın milli maraqlarını dəstəkləmək məqsədi ilə keçirilən böyük toplantılardır. Birinci qurultay 9-10 noyabr 2001-ci il Bakı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirildi. İlk dəfə olaraq dünya Azərbaycanlıları bir araya gətirildi. Əsas mövzu milli həmrəylik, diaspor quruculuğu. İkinci qurultay 16 mart 2006-cı il Bakı İlham Əliyevin rəhbərliyi ilə keçirildi. Azərbaycan diaspor təşkilatlarının əlaqələrinin gücləndirilməsi, xaricdə erməni lobbisinə qarşı mübarizə istiqamətləri. Üçüncü qurultay 5 iyul 2011-ci ildə Bakıda keçirilib. Diaspor fəaliyyətində yeni mərhələ, gənclərin diaspor quruculuğunda rolu, Xocalı soyqırımının tanıdılması məsələsi ön plana çıxdı. Dördüncü qurultay 3 iyun 2016-cı il yenə Bakıda keçirilib, sülh, təhlükəsizlik və əməkdaşlıq naminə həmrəylik şüarı ilə keçirildi. Gənclərin və qadınların diaspor hərəkatında fəallığı Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi ön plandaydı. 5-ci qurultay 22 aprel 2022-ci il Şuşada keçirildi. Şuşa ili çərçivəsində keçirilib. Qarabağın azad olunmasından sonra ilk dəfə təşkil olunub. Əsas mövzu Qarabağın bərpasında dünya Azərbaycanlılarının rolu milli həmrəyliyin gücləndirilməsidir. Beləliklə, dünya Azərbaycanlılarının qurultayları həm diasporun təşkilatlanması, həm də Azərbaycanın milli maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bəs Azərbaycan müəllimlərinin qurultayları nə zaman keçirilib? Ölkənin təhsil tarixində mühüm hadisə olub, təhsil
siyasətin formalaşmasına, müəllimlərin peşəkar inkişafına və maarifçilik hərəkatının güclənməsinə böyük təsir göstərir. Əsas mərhələləri. Birinci mərhələ birinci qurultay 1906-cı ildə Bakıda keçirilib. Bakı quberniyası, Zaqafqasiya və digər bölgələrdə müəllimlər iştirak ediblər. Əsas mövzu xalq məktəblərinin açılması, dərsliklərin hazırlanması və ana dilində təhsilin təşviqi. Maarifçi ziyalılar Zərdabi, Hacıbəyli, Köçərlinin təşəbbüsü ilə keçirilib. İkinci qurultay 1918-ci ildə Bakıda keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə keçirilib. Ana dilində təhsilin dövlət siyasəti səviyyəsində təsdiqlənməsi, yeni məktəb şəbəkəsinin yaradılması və müəllim hazırlığının gücləndirilməsi. Sonraki illərdə Sovet dövrü və müstəqillik dövründə müəllim qurultayları müxtəlif illərdə keçirilərək təhsil sistemində islahatlara, dərslik siyasətinə, müəllim hazırlığına həsr olunub. Tədrisdə texnologiyanın tətbiqi, kurikulum islahatları və müəllimlərin sosial vəziyyəti də müzakirə olunub. Dördüncüsü müasir dövründə 2004, 2010, 2018-ci illərdə keçirilən qurultaylarda əsas mövzular nələr olub? Kurikulum islahatları və yeni tədris metodları, müəllimlərin peşəkar inkişafı və sertifikasiya, təhsildə İKT-nin rolu, müasir qiymətləndirmə yanaşmaları, beynəlxalq təhsil inteqrasiyası bunlar vurğulanıb. Əhəmiyyəti nədir? Azərbaycan müəllimlərinin qurultayları həm təhsil islahatlarının əsas platforması, həm də müəllimlərin birliyini və peşəkar həmrəyliyini nümayiş etdirən ənənəvi forumdur. Sonra diferensiallığı necə yaradarsınız? Diferensiallıq, yəni diferensiallaşdırma, təlimdə şagirdlərin bilik, bacarıq, maraq, öyrənmə tərzi və imkanlarına uyğun olaraq dərsin təşkil edilməsidir. Yəni, hər şagirdin fərqliyini nəzərə alaraq müəllimin müxtəlif üsul, resurs və qiymətləndirmə yanaşmalarını tətbiq etməsidir. Diferensiallığın yaratmanın hansı yolları var? 1. Məzmun üzrə hər bir şagirdin bilik səviyyəsinə uyğun material təqdim etmək lazımdır. Sadə mətni zəif oxuyan şagirdə çətin və natik mətni güclü şagirdə vermək lazımdır. 2. Proses üzrə tapşırıqları müxtəlif üsullarla təqdim etmək lazımdır. Bəzilərinə oyun və qrup işi, digərlərinə müstəqil araşdırma və təqdimat vermək lazımdır. Üçüncüsü nəticə üzrə şagirdin öyrəndiyinin fərqli şəkildə ifadə etməsə imkan yaratmaq lazımdır. Biri essay yaza bilər, digəri plakat, digəri də təqdimat hazırlaya bilər. Dördüncüsü mühit üzrə şagirdlərin öyrənməsini dəstəkləyən sinif atmosferi qurmaq lazımdır. Xüsusi ehtiyacı olan uşaq sakit, künc, yaradıcı uşaq isə açıq təqdimat mühiti vermək lazımdır. Praktik nümunə, məsələn, ekologiya mövzusu üzrə A qrupuna sadə sual cavab, B qrupuna diaqram və şəkillərlə işləmə, C qrupuna ekoloji problemə həll yolu hazırlama tapşırığı verilə bilər. Beləliklə, diferensiallıq müəllimin ədaləti bərabərlikdə deyil, uyğunluqda görməsi prinsipinə əsaslanır. Sonra sinfinizdə atipik uşaq var. Nə valideynlər, nə də uşaqlar qəbul etmirlər. Bu məqamda nə edərsiniz? Ümumiyyətlə, burada atılacaq addım nələr olmalıdır? Birincisi, uşağı qoruma və dəstək olmalıdır. İlk olaraq həmin şagirdin özünü təhlükəsiz və dəyərli hiss etməsi üçün sinifdə ona qayğı göstərilməlidir. Onun güclü tərəfləri vurğulanmalı, bacarıqlarının sinifdə təqdim olunmasına şərait yaradılmalıdır. İkincisi, sinifdə şagirdlərin maarifləndirilməsi, yəni sadə uşaq yaşına uyğun söhbətlərlə fərqliliklərin normal olduğunu izah edilməlidir. Qrup oyunlarında və layihələrdə həmin şagirdi də iştirak etməyi, uşaqların onun yaxından tanımasına kömək edəcək şərait qurmaq lazımdır. Üçüncüsü, valideynlərlə iş. Valideynlərlə fərdi söhbətlər aparmaq, atipik uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyini izah etməkdir. Onlara nümunələr göstərməyə, dünyada və ölkədə uğur qazanmış xüsusi ehtiyaclı insanlar haqqında məlumat vermək lazımdır. Dördüncüsü, məktəb psixoloqu və dəstək komandası. Məktəb psixoloqu ilə mütəmadi iş aparmalı, həm valideyn, həm də şagirdlər üçün maarifləndirici görüşlər təşkil olunmalıdır. İnklüziv təhsilin prinsipləri tətbiq olunmalıdır. Beşincisi, tədrici sosiallaşma. Həmin şagirdi əvvəlcə kiçik qruplara daxil etmək, sonra bütün siniflə işlətmək lazımdır. Kiçik nailiyyətlərdə sinif yoldaşlarının da onu alqışlamasına şərait yaratmaq lazımdır. Yəni, müəllim belə situasiyada təhsil verən deyil, həm də inklüzivlik lideri rolunu oynayır. Həm uşaqları, həm valideynləri maarifləndirməklə, həm də atipik şagirdi dəstəkləməklə sinifdə empatiya, tolerantlıq və qəbul mühiti yaradır. Valideyn deyir ki, belə sual verə bilərlər ki, valideyn deyir ki, qiyməti gündəliyə rəqəmlə yazın. Mən meyarla istəmirəm. Bu məqamda müəllim nə etməlidir? Ümumiyyətlə, müəllim birinci hansı addım atmalıdır? Qanunvericiliyə və kurikuluma istinad olmalıdır. Valideyn izah edilməlidir ki, hazırda təhsil sistemində qiymətləndirmə meyar və nəticələr əsaslanır. Sadəcə rəqəmlə qiymət vermək şagirdin inkişafına tam əks etdirmir. Çünki bu yalnız nəticəni göstərir, prosesdəki nailiyyətləri yox.
İkincisi, aydın izah və nümunə. Valideynə meyar əsasında aparılan qiymətləndirmənin uşağın güclü və zəif tərəflərini daha dəqiq göstərdiyi misallarla izah olunmalıdır. Məsələn, riyaziyyat tapşırığında övladınız nəticəni düzgün yazıb 3 bal, amma həll yolunda xətaları alıb 2 bal. Buna görə də inkişaf istiqamətini görürük, onu da vurğulamaq lazımdır. Üçüncüsü, valideyn əməkdaşlıq. Valideynin istəyini tam rədd etmədən ona kompromis yanaşmaq olar. Yəni, ortaq məxrəcə gəlmək lazımdır. Gündəliyə rəsmi olaraq meyarla nəticə, əlavə qeyddə isə şərti olaraq bal rəqəm yazmaq olar. Məsələn, yüksək səviyyə 5, orta səviyyə 3. Bu yolla həm valideynin tələbi nəzərə alınır, həm də qanuni əsas pozulmur. Dördüncü, maarifləndirmə. Valideynlə görüşlərdə və valideyn iclaslarında formativ qiymətləndirmənin üstünlükləri izah olunmalı, uşaqların təhsildə yalnız rəqəmlə dəyərləndirməsinin məhdudluqlarını vurğulanmalıdır. Mən valideynin istəyini anlayıram, amma dövlətin kurikulum sisteminə görə qiymətləndirmə meyarı önəmlidir. Meyar əsasında aparılır deyə vurğulamaq lazımdır. Ona görə də gündəliyə rəsmi olaraq meyar nəticəsi yazıram. Eyni zamanda valideynə əlavə izah edərəm ki, meyar qiymətləndirməsi övladının bilik və bacarığını daha dolğun göstərir. Lazım gələndə meyar nəticəsi rəqəmlə uyğunlaşdırıb əlavə qeydlə izah edə bilərəm deyə vurğulamaq lazımdır. İlk musiqili opera kimin adına bağlıdır? Üzeyir Hacıbəyov Leyli Məcnun 1908-ci ildə yazdığı bu əsərlə bağlıdır. Təkcə Azərbaycanda deyil, bütün şərq dünyasının ilk operasının müəllifidir hesab olunur Üzeyir Hacıbəyov. Bu əsər muğam ilə klassik opera ənənəsinin birləşdirilərək yeni bir janr musiqili şərq operası yaratdığının nümunəsidir. Sonra sual verə bilərlər. Marağa Rəsədxanası kimin adından bağlıdır? Nəsrəddin Tusinin adından bağlıdır. Marağa Rəsədxanası ifadəsi Azərbaycan mədəniyyətində və elmi tarixində Nəsrəddin Tusinin adından tanınır. 13-cü əsrdə Tusi məşhur Marağa Rəsədxanasını 1259-cu ildə yaratmışdı. Bu rəsədxana bəzən xalq arasında Mağara Rəsədxanası da deyə yad edilir. Çünki qədim dövrdə rəsədxana təbir eləyib dağ və mağara mühitindən faydalanaraq qurulmuşdu. Marağa Rəsədxanası orta əsrlərin ən böyük elmi mərkəzlərindən biridir. Burada Tusi Zici İlxani adlı məşhur astronomik cədvəli hazırlamışdı. Həm yaxın şərqdə, həm də Avropada astronomiyanın inkişafına böyük təsir göstərmişdi. Sonra sual verə bilərlər, sinifdə iki şagird arasında münaqişə olub. Bu məqamda nə edərsiniz? Belə hallarda müəllim həm obyektiv, həm də emosional, intellektual bacarıqlarını göstərməlidir. Birincisi, situasiyanı sakitləşdirmək. İlk olaraq emosiyaları yüksəkdir. Ona görə də uşaqları dərhal ayırmaq, sakit danışmaq və münaqişəni böyütməmək vacibdir. Hər iki tərəfə dayanın, indi sakitləşdirəcək demək lazımdır. Hadisəni dinləmək və obyektiv olmaq, hər iki şagirdə ayrıca dinləyib səbəb öyrənməliyik, tərəf tutmamalıyıq, neytral mövqe saxlamalıyıq, birgə müzakirə olmalıdır. Hər iki şagirdi bir araya gətirib biz sinif ailəsiyik, problemimizi dialoqla həll edirik, mesajını verməliyik. Onlara başqasını dinləməyə və fikrini sakit çatdırmağı öyrətməliyik. Razılaşma və barışdırma olmalıdır. Münaqişənin səbəbi müəyyənləşdiriləndən sonra tərəfləri barışdırmaq, hansı səhvdən nəticə çıxartmalıyıq, sualını vermək lazımdır. Onların razılığa gəlməsinə şərait yaratmaq lazımdır. Profilaktik iş olmalıdır. Sonradan siniflə qrup müzakirəsi aparmaq, hörmət, dostluq və empatiya haqqında söhbət etmək lazımdır. Təkrar münaqişələrin qarşısını almaq üçün əməkdaşlıq oyunları və qrup tapşırıqlarında həmin şagirdləri birlikdə işlətməliyik. Yəni, sinifdəki şagird arasında münaqişə baş verərsə, ilk olaraq onları sakitləşdirməliyik və ayırmalıyıq. Sonra hər iki tərəf ayrıca dinləyib səbəbi öyrənməliyik. Münaqişənin həlli üçün onları dialoqa dəvət etməliyik, anlaşma və barışıq yaratmağa çalışmalıyıq. Gələcəkdə bu hallar təkrarlanmasın deyə sinifdə əməkdaşlıq və qarşılıqlı hörmət mövzularında söhbət aparmalıyıq. Müəllim şagirdlə dost olmalıdırmı? Burada balansı düzgün qorumaq vacibdir. Müəllim birinci olaraq belə deyək də, yəni dost olmalıdırmı yoxsa yox? Bəli, amma pedaqoji çərçivədə olmalıdır. Müəllim şagirdə yaxın, mehriban və dəstəkçi olmalıdır. Bu, uşaqlarda inam, motivasiya və rahat ünsiyyət yaradır. Dostluq münasibəti şagirdin dərsə marağını artırır, müəllimi uzaq və qorxulu fiqur kimi deyil, dayaq və örnək kimi qəbul etməsinə kömək edir. Amma sərhəd olmalıdır. Həddindən artıq dostluq şagirdin müəllimə qarşı hörmət hissini zəiflədə bilər. Ona görə də müəllim şagirdlərlə səmimi, amma eyni zamanda obyektiv və məsuliyyətli qalmalıdır. Qaydalar pozulduqda dostluq münasibətini baxmayaraq müəllim öz prinsipial mövqeyini saxlamalıdır. Ən düzgün yanaşma müəllim şagirdlərlə dost yox, dostcasına olmalıdır. Yəni empatiya göstərməlidir, özünü onun yerinə qoymalıdır. Uşaqları dinləməli, amma eyni zamanda onlara liderlik və istiqamət verici rolunu qoruyub saxlamalıdır. Yəni müəllim şagirdlərlə dostcasına münasibət qurmalıdır.
Bu uşaqların müəllimə inamını və dərsə marağını artırır. Lakin pedaqoji çərçivə və nizam-intizam həmişə qorunmalıdır bu məqamda. Yəni müəllim həm səmimi, həm də prinsipial olaraq həmrəylik və hörmət mühitini təmin etməlidir. Sonra valideynlə necə əməkdaşlıq edərsiniz? Valideynlə əməkdaşlıq müəllimin peşəkar fəaliyyətin əsas istiqamətlərindəndir. Valideynlə əməkdaşlığın əsas istiqamətləri mütəmadi ünsiyyət, yəni valideynlərlə açıq və səmimi ünsiyyət saxlamaq lazımdır. Valideyn iclasları, fərdi görüşlər, telefon və onlayn platformalar vasitəsilə davamlı əlaqə yaratmaq lazımdır. Uşağın inkişafını paylaşmaq. Yəni valideynə yalnız şagirdin çatışmazlıqlarını deyil, güclü tərəflərini də göstərmək, uşağın irəliləyişini müntəzəm olaraq onlarla bölüşmək lazımdır. Qərar vermədə iştirak, təhsil prosesində valideynlərin rəyini nəzərə almaq lazımdır. Məktəb tədbirlərinə və layihələrə valideynləri cəlb etmək lazımdır. Maarifləndirmə, valideynlər üçün seminar və təlimlər təşkil etmək lazımdır. Uşaqlarda psixoloji dəstək, sağlam ünsiyyət, düzgün qiymətləndirmə, texnologiyadan istifadənin fayda və zərərləri barədə danışmaq lazımdır. Birlikdə problem həll etmə. Şagirdlə bağlı çətinliklərdə valideynləri ittiham etmədən əməkdaşlıq yolu ilə həll yolları tapmaq lazımdır. Sizin övladınız belədir deməkdənsə, biz birlikdə bu istiqamətdə kömək edə bilərik demək lazımdır. Valideynlərlə əməkdaşlığı qarşılıqlı hörmət və etimad üzərində qurmaq lazımdır ki, onlarla mütəmadi ünsiyyətimizi saxlaya bilək, uşağın inkişafını izləyərək həm müsbət tərəfləri, həm də inkişaf sahələrini bölüşə bilək. Çətinliklərdə valideynləri tərəfdaş kimi görmək lazımdır, ittiham etmədən birgə həll yolları axtarmalıyıq. Eyni zamanda valideynləri maarifləndirən görüşlər keçirməliyik, məktəb həyatına cəlb etməklə məktəb ailə əməkdaşlığı möhkəmləndirməliyik. Sonra sinifdəsiniz və birdən sinifə əsəbi halda bir valideyn daxil oldu, nə edərsiniz? Belə halda müəllimin davranışı həm öz nüfuzunu, həm də məktəbin peşəkarlığını göstərir. Sakitliyi qorumaq lazımdır. Əsəbi valideynə qarşı emosional reaksiya verməmək lazımdır. Yumşaq səs tonu ilə buyurun, əyləşin, sizi dinləyim demək lazımdır. Dinləmək və sözünü kəsməmək lazımdır. Valideynin emosiyalarını boşaltmasına şərait yaratmalıyıq. Onu dinləyərkən başla təsdiq etmək, sizi başa düşürəm, qeyd etdiyiniz məsələni diqqətlə dinləyirəm, vurğulamaq lazımdır. Emosiyaları neytrallaşdırmaq lazımdır. Sizin narahatlığınızı anlayıram kimi empatik cümlələr işlətməliyik. Məsələni şəxsi yox, ümumi problem kimi göstərmək. Gəlin birlikdə həll yolu tapaq deməliyik. Çıxışı sinifdən kənara yönətmək lazımdır. Uşaqların qarşısında məsələni müzakirə etməmək üçün valideynə təklif etmək lazımdır. Əgər mümkündürsə, gəlin müəllim otağında ətraflı danışaq demək lazımdır. Problemi əməkdaşlıqla həll etmək lazımdır. Faktlara əsaslanaraq vəziyyəti izah etməliyik. Valideynlə birlikdə konstruktiv həll yolu tapmalıyıq. Zəruri hallarda rəhbərliyə cəlb oluna bilər. Əgər valideyn emosiyalarını idarə edə bilmirsə, məktəb rəhbərini və psixoloqu müzakirəyə qoşa bilərik. Əsəbi valideyn sinifə daxil olanda ilk növbədə sakitliyimizi qorumalıyıq deməli və onu diqqətlə dinləməliyik. Emosional reaksiya vermədən empatiya göstərməliyik. Uşaqların qarşısında məsələni müzakirə etməməliyik. Valideyni müəllim otağına dəvət etməli, faktlara əsaslanaraq problemi izah edib, əməkdaşlıqla həll yolu tapmağa çalışmalıyıq. Lazım gələndə məktəb rəhbərliyi və psixoloqu da prosesə cəlb etməliyik. Sənaye inqilabı deyəndə nə başa düşürsünüz? Sənaye inqilabı insanlıq tarixində iqtisadi, sosial və texnoloji baxımdan böyük dəyişikliklər dövrüdür. Sənaye inqilabı 18-ci əsrin sonlarında İngiltərədə başlayıb bütün Avropaya, daha sonra dünyaya yayılan istehsalın əl əməyindən maşınlaşmaya keçidi ifadə edən tarixi prosesdir. Əsas mərhələləri. Birinci sənaye inqilabı 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində İngiltərədə başlayıb. Buxara maşınının ixtirası, toxuculuq dəzgahları, dəmir yolları inkişaf edibdir. Əl istehsalından fabrik istehsalına keçid olub. İkinci sənaye inqilabı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində olub. Elektrik enerjisi, daxili yanma mühərrikləri, telefon, teleqraf, avtomobil və kimya sənayesinin inkişafı olub. Üçüncü sənaye inqilabı 20-ci əsrin ortalarında olub. Kompüterlərin, elektronikanın, avtomatlaşdırmanın meydana gəlməsi, informasiya texnologiyalarının inkişafı. Dördüncü sənaye inqilabı 21-ci əsr. Süni intellekt, robot texnologiyaları, biotexnologiya, ağıllı istehsal, insan və texnologiyanın inteqrasiyası. Sənaye inqilabının nəticələri iqtisadi dəyişiklik, istehsal sürətlənib, kapitalizm inkişaf edib, sosial dəyişiklik, şəhərləşmə artıb, yeni sosial siniflər, fəhlə, burjua formalaşıb, elm və texnika, texnologiya inkişaf edib, ixtiralar çoxalıb, mədəniyyət və təhsil
maarifçilik genişlənib, savadlıq səviyyəsi yüksəlib. Sənaye inqilabı 18-ci əsrin deməli sonlarından İngiltərədə başlayıb, istehsal eləməyindən maşın istehsalına keçidi kimi təmin olunub. Bu inqilab nəticəsində iqtisadiyyat, sosial həyat, texnologiya köklü şəkildə dəyişib, yeni ictimai münasibətlər yaranmışdır. Sonra 2023-cü il 19-20 sentyabr Qarabağ lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan ordusu bir sıra mühüm yaşayış məntəqələrini və strateji yüksəklikləri nəzarətə götürdü. Antiterrorla bağlı sual verəndə bunu cavablandırın. Azad olunan rayon və ərazilər Xocalı rayonu, Xankəndi şəhəri, Əsgəran rayonu, Xocavənd rayonu, Ağdərə rayonu, bunları vurğulaya bilərsiniz. Nəticə, yəni 24 saatlıq əməliyyat nəticəsində Qarabağda fəaliyyət göstərən erməni silahlı birləşmələr təslim oldu. Azərbaycan suvereni tam bərpa edildi və ərazidə qanunsuz silahlı dəstələr ləğv edildi. 23-cü ilin sentyabrda keçirilən lokal antiterror əməliyyatı nəticəsində Xocalı, Əsgəran, Xocavənd və Ağdərə rayonları, eləcə də Xankəndi şəhəri Azərbaycanın nəzarətinə keçdi. Bununla da Qarabağda suverenlik tam bərpa olundu. Sonra antiterror əməliyyatı haqqında danışın. Bayaq dediyim kimi bunları deyəndə vurğulamaq lazımdır ki, Azərbaycan antiterror əməliyyatları dövlətin ərazi bütövlüyünü, milli təhlükəsizliyini, vətəndaşların həyatını qorumaq üçün həyata keçirilən xüsusi tədbirlərdir. Azərbaycanda əsas antiterror əməliyyatları Qarabağda lokal antiterror tədbirləri 23-cü ilin 19 sentyabrında olub. Azərbaycan ordusu Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Əsas məqsəd separatçı silahlı birləşmələri tərksilah, hərbi təxribatların qarşısının alınması, Azərbaycan suverenliyinin tam bərpasıdır. Əməliyyat cəmi 24 saat çəkib, nəticədə qanunsuz silahlı dəstələr təslim olub. 20 sentyabr 2023-cü ildə separatçıların rəhbərliyi kapitulyasiya aktına imza atıbdır. 1990-2000-ci illərdə antiterror əməliyyatları Azərbaycanda müstəqilliyin ilk illərində daxildə müxtəlif silahlı qruplaşmaların fəaliyyətini məhdudlaşdırmaq üçün antiterror tədbirləri aparılmışdır. Daxili sabitlik və təhlükəsizlik üçün hüquq mühafizə orqanları tərəfindən lokal əməliyyatlar həyata keçirilmişdir. Əhəmiyyəti nə olub? Dövlətin ərazi bütövlüyü qorunulub, vətəndaşların təhlükəsizliyini təmin edir, regionda sabitlik və sülhü yol açılır. Azərbaycanın suveren hüquqlarının bərpasına xidmət edir və Azərbaycanda ən mühüm antiterror əməliyyatı, incə dediyimiz kimi 2023-cü il 19 sentyabrda Qarabağda aparılan lokal tədbirlərdir. Bu əməliyyatın məqsədi qeyri-qanuni erməni silahlı birləşmələrin tərk silahı, təxribatların qarşısının alınması və Azərbaycanın suverenliyinin bərpasıdır. Əməliyyat uğurla başa çatıb, cəmi 24 saat davam edibdir. Bunları dönə-dönə vurğulamışam ki, orada da yadınıza düşsün və bu əsas məqamları orada vurğulayasınız. Sonra şagirdin dərsi qavramamasının səbəbləri nələrdir? Şagirdin dərsini qavramaması bir çox pedaqoji, psixoloji və sosial səbəblərlə bağlı ola bilər. Birincisi, fərdi xüsusiyyətlərlə bağlı səbəblər. Diqqət və yaddaş problemi, zəif oxu və yazı bacarığı, nitq və dil pozuntuları, öyrənmə tempi digərlərindən yavaş olması, sağlamlıq, görmə, eşitmə problemləri. Sonra psixoloji səbəblər ola bilər. Özünə inamının azlığı, qorxu, həyəcan, stres, müəllimlə və sinif yoldaşlarına ünsiyyət problemi, motivasiya çatışmazlığı, niyə oxumalıyam sualına cavab tapa bilməməsi. Sonra müəllim və təlim prosesinə bağlı səbəblər ola bilər. Mövzunun çətin və şagirdin səviyyəsinə uyğun izah olunmaması, təlim metodlarının şagirdlərin maraqlarına uyğun seçilməməsi, çox nəzəri yanaşma, praktik nümunələrin azlığı, diferensiallaşmanın olmaması, hamıda eyni nəticə gözlənilməsi. Sonra məktəb və ailə mühiti ilə bağlı səbəblər də ola bilər. Valideyn dəstəyinin zəifliyi və ya tam olmaması, evdə oxumaq üçün əlverişli şəraitin olmaması, məktəbdə neqativ mühitin olması, zorakılıq, münasibət problemləri, sosial maddi cəhətlər, yəni şagirdin dərsi qavramamasının səbəbləri çox şaxəlidir. Ona görə də müəllim hər bir halda səbəbi düzgün müəyyənləşdirib fərdi yanaşma tətbiq etməlidir. Şagirdin dərsi qavramamasının səbəbləri fərdi xüsusiyyətlər, yaddaş, diqqət, sağlamlıq, psixoloji amillər, qorxu, motivasiyanın zəifliyi, pedaqoji amillər, mövzunun çətin izahı, metodların düzgün seçilməməsi, həmçinin ailə və məktəb mühiti ilə bağlı ola bilər. Müəllim bu səbəbləri araşdırıb fərdi yanaşma göstərməlidir.
Sonra sual verə bilərlər. Azərbaycan müəllimi abidəsi harada yerləşir? Xaçmaz şəhərində yerləşir. 69-cu ildə ucaldılıb. Müəllifi heykəltaraş Məmməd Ali Gözəlovdur. Məqsədi Azərbaycan müəlliminin cəmiyyətdəki rolunu, elm və maarifət verdiyi töhfəni simvolizə etməkdir. Bu abidə uzun illərdir ki, həm rayon sakinlərinin, həm də ziyarətçilərin diqqətini çəkir və ölkəmizdə müəllimə olan ehtiramın rəmzlərindən biridir. Sonra Azərbaycanın inzibati bölgüsü. Azərbaycanda neçə rayon var? 64 rayon var. 11 Respublika tabii şəhər var. 6 rayon tabeli şəhər var. 12 şəhər rayonu var. 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724 kənd ərazi dairəsi, 4244 kənd var. Ərazisinə görə ən böyük rayon Quba rayonudur, ən kiçik isə Tərtərdir. Ancaq Kəlbəcər də deyirlər. Quba, yəni onu bir dənə Google-da baxarsınız, ya Qubada deyirlər, Kəlbəcər də deyirlər. Hangisindən? Çünki mən Kəlbəcər bilirdim. Burada da düz Qubanı da qeyd eləmişəm. Amma Kəlbəcər də ola bilər. Ona bir dənə Google-da baxarsınız. Qrup işində fərdi qiymətləndirmə olarmı? Bəli, qrup işi zamanı fərdi qiymətləndirmə mümkündür. Bu, müasir təlimdə çox istifadə olunan bir yanaşmadır. Necə həyata keçirilir? Qrup nəticəsi və fərdi töhfə. Qrup ümumi nəticəyə görə bal toplayır. Hər bir şagirdin qrup daxili fəaliyyəti ayrıca qiymətləndirilir və bu qrup nəticəsi və fərdi töhfəyə aid olur. Sonra müşahidə və rubriklər. Müəllim dərs boyu şagirdlərin iştirakı, təşəbbüskarlığı, əməkdaşlığı və məsuliyyətini müşahidə edərək qeydlər aparır. Bunun üçün xüsusi qiymətləndirmə meyarları, rubriklər hazırlanır. Sonra özünü və qarşılıqlı qiymətləndirmə. Şagirdlər qrup yoldaşlarının fəaliyyətini qiymətləndirə bilər. Bu, obyektivliyi artırır və hər kəsin məsuliyyətini gücləndirir. Üstünlüklər nələrdir? Şagirdlərin qrup arxasında gizlənməsinin qarşısını alır, fərdi bacarıq və məsuliyyət üzə çıxarır, əməkdaşlıqla yanaşı şəxsi təşəbbüskarlıqda stimullaşdırılır. Nəticə olaraq qrup işində həm qrup, həm də fərdi qiymətləndirmə yanaşı aparılmış olur. Bu həm ədalətli olur, həm də şagirdlərin motivasiyasını artırır. Sonra şəhid övladları risk qrupuna aiddirmi? Bəli, müəllimlər risk qrupuna aid olan şagirdlərdən danışarkən şəhid övladlarını da qeyd edə bilərlər. Niyə? Baxaq, görək hansı əsaslandırmalarımız var. Birincisi, psixoloji faktor. Şəhid uşaqları emosional və psixoloji cəhətdən daha həssas ola bilirlər. Bu səbəbdən onların dəstəklənməyə daha çox ehtiyac var. Sosial faktor. Onlar ailə strukturunda dəyişikliklərə, atasız böyüməyə, maddi çətinliklər və s. qarşılaşa bilirlər. Təhsil mühiti. Müəllimlərin onlara xüsusi diqqət göstərməsi, motivasiya verməsi və sosial inteqrasiyasını dəstəkləməsi vacibdir. Şəhid övladlarını risk qrupuna aid etməliyik, lakin bunu qeyd edərkən hörmət və həssaslıqla ifadə etmək vacibdir. Yəni onlar problematik deyil, sadəcə daha çox diqqət və dəstəyə ehtiyacı olan uşaqlar kimi vurğulanmalıdır. Bu qədər, uğurlar.